elektronika oxuyur. Gəlmə məqsədimiz nədir? Ona görə gəlmişik ki, bizim informatika tipli bir dərsimiz var və bildiyimiz kimi Gənclik metrosu yaxınlığında yerləşir. Biz hamımız orada təhsil alırıq. Digərləri Qazax, Gəncə və Şəki filiallarında, hansı ki, əsasən magistr tələbələr üçün nəzərdə tutulub. 233 akademik heyət var, müəllimlər deməkdir. Dostlar, Lina Kərimova Ada Skolun şagirdi olub və hal-hazırda universitetdə oxuyur. Digər bir şey isə olimpiadaların dediyim kimi, yəni 21-ci əsrin ən böyük nailiyyəti nədir? Texnologiya, süni intellekt. Yəni artıq gələcək son 5 ildə, 4 ildə süni intellekt həddindən artıq çox inkişaf edib və biz də bu inkişafın bir parçasıyıq. Biz də görürsünüz, hörümçək deməyək, balaca həşəratlardır. Biz onları hərəkət etdirməyə çalışacağıq. Süni intellektin vasitəsilə verdiyə kod yazıb prompt verəcəyik ki